vay vay vay. Biyabır olduk. Kendin aksaqqalını evdən qovmaq. Atan yaşında kişidir. Sakit ol ana. Cemaatin içine mən indi necə çıxadayım? Ay biyabır olasın. Ağsaqqal məhkəmədən artıq idi. Kəndin ağsaqqalı həm onun məhkəməsidir, həm prokuror idi. İndi qardaşım, nə ağsaqqala baxan var, nə uşağa. Yaşlı nəsil dünənlə bugün arasında körpü quran, mədəniyyətimizi və dəyərlərimizi gələcək nəsillərimizə ötürən ən dəyərli varlıqlardır. Ataların belə bir misalı var, deyir, ağsaqqalsız yerdə oturma, Allahsız yerdə otur. Bu o deməkdir ki, yəni ağsaqqala böyük hörmət olmalıdır. Çox təəssüflər olsun ki, hal-hazırda ağsaqqallara heç bir hörmət olmur. Ayrı-ayrı gənclər demirəm, ümumi gənclərdən demirəm, bəzi gənclər bunlara hörmət eləmir. Axır ki tapdım, məktəbli, avtobusda durub yerini mənə verin. Öt canım, ay qadan alım, ölmədim, axır ki bugünü gördüm. Heç kəs qocalıqdan soğurtalamayıb. Bu günümüzü elə yaşayaq ki, uşaqlarımızdan da sabahları biz hörmət ummağa üzümüz olsun. Ana, buyurun əyləşin. Amma çox təəssüflər olsun ki, buna əməl edənlərimizin sayı çox azdır. Gənclərimiz böyüklərə hörmət edir. Çox az. Əvvəlki kimi deyil. Əlləliyə bəzilər eləyir, bəzilər eləmir. Avtobusda gedirik, görürük də, böyüklər dayanıb ayaq üstə kiçiklər otururlar. O dərəcə əvvəlki kimi hörmət qalmıyor. Hər bir yerdə, yəni görsən ki, böyüklərə hörmət eləmirlər. Aqillər anaya olan sevgini vətənə olan sevgi ilə eyniləşdirirlər. Odur ki, hər kəs vətənə sevgisini ilk növbədə valideynə olan hörməti ilə göstərməlidir və onların qayğısında qalmalıdır. Elə əsl vətənpərvərlik hissi də bundan başlanılır. Vasif Acalov, Zahir Bayramov, Rüfət Əliyev, Ceyhun Mustafayev, Lider TV.